Uşaqlar Dünyası təqdim edir. Məstanə Sadıqıyam və bu gün Azərbaycanın ən gözəl nağıllarının biri 7 qız dədəsi, 7 oğlan dədəsini sizə oxuyacağam. Bu nağıl Azərbaycanın ən gözəl nağıllarındandır ki, Səməd Behrəncinin əl yazıları dəftərində gəlibdir. Mən ilə yol bir olun. 7 qız dədəsi, 7 oğlan dədəsi. Bir gün var idi, bir gün yox idi. Allahdan sevay heç kəs yox idi. 2 dənə qardaş var idi. Birinin 7 qızı, o birinin 7 oğlu. 7 oğlan dədəsi hər vaxt qardaşını görəndə deyərdi: "Salam əleykum, 7 tənbəl qız atası." Bu qardaş başını salardı aşağı, gələrdi evə. Bir gün yenə tutulmuş pozğun evə gələr. Böyük qız deyər: "Ata, nə olubdu?" Deyər ki, "Əmiz, gündə belə deyir." Qız deyər: "Sabah sən də denən əleykum əssalam, 7 fərəsadsız oğlan atası. Bir oğlan səndən, bir qız məndən. Göndər qoşaq getsinlər çörək qazanmağa. Görək hansı yaxşı qazanar." Sabah qardaş rast gələr deyər: "Salam əleykum, 7 tənbəl qız atası." Bu biri qardaş başın qavzar deyər: "Əleykum əssalam, 7 fərəsadsız oğlan atası. Bir oğlan səndən, bir qız məndən. Göndər qoşaq getsinlər çörək qazanmağa. Görək hansı qəşəng qazanır." Qardaş sevinər öz-özünə deyər ki, qız hardan gedəcək çörək qazanacaq? Hərə özününkünə at, yol xərcliyi verərlər. Amma oğlan qızı yola düşərlər. Yol ayrımına yetişərlər. Görərlər yazıblar: "Bu yola gedən gələr, bu yola gedən gəlməz." Oğlan deyər: "Əmi qızı, mən gedirəm gedər gəlməzə, sən get o birisinə." Qız deyər: "Yox, mən gedəcəm gedər gəlməzə. Bir ilə vaxt verək, hər kəs tez gəlsə, burada gözləsin." Oğlan deyər ki, "Yaxşı." Hərə gedər bir yola. Qız gedər, yetişər bir şəhərə. Atın satar, bir dəst oğlan paltarı alar, ciyər. Gedər dəmirçi şagirdi olar. Dəmirçi bunun işinə baxar, görər ki, bunda qız nəxşəsi var. Bir neçə gün keçər. Bir gün dəmirçi gələr nənəsinə deyər: "Qolu qolbaq yeridir, boynu cərdənbət yeri, barmağı üzük yeridir. Ana, şagird qızdı, qız." Nənəsi deyər: "Oğul, bu nə sözdür? Ged işinə bax, əl çək bu sözlərindən. Qızdan dəmirçi şagirdi olanmaz." Dəmirçi əl çəkməz. Nənəsi deyər: "Gecə biraz qızılgül al, salaq döşək altına. Oğlan olsa, oğlan ağır olar. Qızılgüllər dağılar, əzilər. Qız olsa, tər qalar. Heç zad olmaz." Evdə bir tazı var idi, dil bilirdi. Gedər qıza deyər ki, "Usta Həlimxanın nənəsi bu qurğunu qurub." Qız deyər: "Neyliyim bə?" Deyər: "Gecə yatanda o yan bu yana ağna, güllər əzilsin." Qız deyər ki, "Yaxşı." Gecə evə gəlib yatanda səhərəcə eşinər, o yan bu yana ağnar. Səhər durar gedər tükana. Dəmirçinin nənəsi yerləri yığanda görər qızıl güllər əzim əziliblər. Oğluna deyər: "Gördün bala, şagird qız deyil. Bir dənə sağ gül qalmayıb." Gedər tükana, 5-10 gün keçər, dəmirçi nənəsinə deyər: "Qolu qolbaq yeridir, boynu cərdənbət yeri, barmağı üzük yeridir. Ana, şagird qızdı, qız." Nənəsi deyər: "Oğul, əl çək. Bunlar nə sözdür? Utan." Dəmirçi əl çəkməz. Nənəsi deyər: "İndi əl çəkmirsən, götür apar Mıncıq dağına. Bir də Qılınc dağına. Mıncıqlardan götürsə qızdı, qılınclardan götürsə oğlandı." Yenə tazı qaçar, qıza xəbər verər, deyər: "Əslən mıncıqlara əhəmiyyət vermə." Axşam başı dəmirçi deyər: "Gəl bir gedək dağı dolanaq, nəfəsimiz açılsın." Əvvəl Mıncıq dağına gedərlər. Dəmirçi bir ovuc mıncıq götürər, deyər: "Bəh, bəh, gör nə xoş mıncıqdılar." Qız qışqırar, deyər: "Usta, onları nə eləyəcəyik? Boşla gedək Qılınc dağına." Gedərlər Qılınc dağına. Qız biraz bıçaq qılınca götürər, gələr evə. Nənə deyər: "Hə oğul, necə oldu?" Dəmirçi olanı deyər. Nənə deyər: "Gördün bala, mən deyən oldu, olmadı, get başını sal işinə." Yenə 3-4 gün keçər, dəmirçi görər şagirdə qız dəxşəsi var ki var. Gələr yenə nənəsinə deyər: "Qolu qolbaq yeridir, boynu cərdənbət yeri, barmağı üzük yeridir. Ana, şagird qızdı, qız." Nənəsi deyər: "Oğul, indi əl çəkmirsən, apar göldə üzün. Orada billənər, oğlandı ya qız."
Tazı qaçar, qıza deyər. Qız deyər, bə mən nə eləyim? Tazı deyər, qoy əvvəl o düşsün. Mən suyu bulandıraram, sən tez düş, bir qolay suya bat çıx. Günorta çağı dəmirçi deyər, gəl bir gölə gedək, hava çox istidir. Dəmirçi qabaqca soyunar, düşər suya. Tazı da atılar suya, şap-başap suyu daşlandırar. Qız tez soyunar, bir qolay suya batar, çıxar. Dəmirçi birdən baxar görər, şagird çıxıb deyər, bə nə tez çıxdın? Qız deyər, üşüdüm, çıxdım. Axşam evə gələndə nənə deyər, hə oğul, nə gördün? Deyər, valla üzdük, amma bir zad anlamadım. Nənə deyər, gördün oğul, de başından çıxart, işlə. Bir neçə müddət keçər, bir gün qız dükkanda tək başına oturmuşdu, fikirləşər, görər, biri qurtarıb. Dura dükkanı bağlar, qapıda yazar, qız gəldim, qız getdim Həlim xan, düz gəldim, düz getdim Həlim xan. Başalar gedər, yol ayrımına yetişər, bir gün gözlər, görər, əmioğludan xəbər olmadı. Deyər, gedim görüm əmioğlum hardadır. Gedər, yetişər bir şəhərə. Axtarar tapar ki, əmioğlusu tulambarda quyulanıb külə, bir başı eşikdə. Hər zadını da satıb, xəşləyib. Gedər, parpaltar, atalar gətirər deyər, əmioğlu, dur gey, atın min gedək. Oğlan paltarları giyər, atı minər, qoyarlar gələrlər öz şəhərlərinə sarı. Bunlar burada gəlməkdə olsunlar, Həlim xan gələr, görər tuçanı bağlı, qapıda yazıblar. Qız gəldim, qız getdim Həlim xan, düz gəldim, düz getdim Həlim xan. İçi əli olar bir təbəsi, gələr nənəsinə deyər, nənə, gördün şagird qızıymış? Biraz xərəzi malı alar, düşər qızın dalıca. Bu yandan əmoğlu əmqızı gələrlər, yetişərlər öz şəhərlərinə. Hərə gedər öz evinə. Qız çoxluca pul qazanmışdı, verər dədəsinə. Bir gün oturmuşdular deyər, ata, əmoğlunun atı mənimdir, dur get, al gətir. Dədə durar gedər deyər, qızım deyir, əmoğlu, atımı ver. Oğlanın dədəsi baxar nənəsinə, nənəsi baxar dədəsinə. Qızın dədəsi atı alar, gətirər. Bir neçə gün keçər, qız deyər, ata, əmoğlunun parpaltarı mənimdir, dur get, al gətir. Dədə durar gedər deyər, qızım deyir, əmoğlu, parpaltarımı ver. Yenə oğlanın dədə baxar nənəsinə, nənəsi baxar dədəsinə. Qızın dədəsi parpaltarı alar gətirər. Oğlan qalar lüt uryan. İndi sənə deyim Həlim xandan. Həlim xan yetişər şəhərə. Ucadan səsliyə dolanırdı ki, qız eşitsin, çıxsın. Qız da eşidər, çıxar çölə. Həlim xanı tanıyar, Həlim xan da onu tanıyar. Danışarlar. Həlim xanı götürər gələr evə. Dədəsinə deyər ki, bu o adamdır. Həlim xan deyər ki, mən də səndən ötür gəlmişəm. Nənəmin gözü yoldadır. Toy tutarlar, çalıb çağırarlar. Həlim xan qızı götürər gedər. Göydən bir alma düşdü. Özü mənim, pulu şu eşidənlərim. Siz də sevdiyiniz ən gözəl kitablardan, nağıllardan, oyunlardan və şeirlərdən video çəkib və bizə göndərin ki, həm öz adınıza bizim kanalımızda yayılsın, həm də bizdən hədiyyə alın.